Herkese salam dostlar. Bugün Avstriyanın paytaxtı Viyanadayam və hal-hazırda sizə arxamda gördüyünüz məşhur kilsə Votive Church göstərmək istəyirəm. Gotik üslubda tikilib və Saint Stefan katedralından sonra ikinci ən hündür katedraldır Viyanada. İndi gəlin gedək, onun içərisini sizə göstərim. Gördüyünüz kimi Votive Church'un yanında belə yaşıllıq bir park var. Çox gözəl görünür həqiqətən. Bura isə Hofburg Palace adlandırılır. 13-cü əsrdə Habsburglar imperiyasının sülalənin sarayı olub Imperial Palace. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Gördüyünüz kimi çoxlu sayda turistlər, yerlilər. Bayaq o hissədə tədbir var idi, hərbi, amma biz çata bilmədik, yəni təəssüf göstərə bilmədim oranı. Uşaqlar, bugün bəxtimiz gətirdi. Hofburg Palace-a giriş free admission'dır, pulsuz. Bugün bayramdır. Avstriya Demokratik Cümhuriyyətinin yenidən qurulması ilə bağlıdır. Ona görə sizə çalışdığım qədər sarayın içərisini göstərəcəm. Bu Habsburg Palace. Burada nə görsəm yaxşıdır. Qurban olum Azərbaycan bu müqəddəs torpağına. Neysə, proud. Hal-hazırda Avstriya Milli Kitabxanasına gəlmişik. İnanılmaz dərəcədə gözəldir. Çox süper bir yerdir. İçəridən də bildiyiniz tarixi antika kitab qoxusu gəlir. Bir də bura giriş tələbələr üçün 8 avrodur. Adult üçünsə, yəni insanlar 27 yaş üzəri üçün 11 avrodur. Biz tələbə biletimiz olduğu üçün 8 avroluq endirimlə girdik. Yəni adam başı 8 avro. Yəni bunu da bir məlumat kimi bildirmək istədim. Bura isə Viyananın tam mərkəzi meydanıdır. Və o hissədə indi gedəcəm, birazdan oranı da göstərəcəm. Saint Stefan katedralı. Çox gözəl görünür. Həddindən artıq da insan var bugün, bazar günü olmasına baxmayaraq. İndi gedək, görək oralarda nə var.
Tanrı dualarımızı qəbul eləsin. Amin. Bizim gedəcəyimiz istiqamət bu Hipsing nəsə. Oradır. Bax belə. Cəmaət. Və qatarımız artıq gəldi. Düşənlərə hörmət. Zooparka giriş tam gördüğünüz kimi yamyaşıl. Super. Cənnət. Və bu da zooparka gələn cəmaət. Hər millətdən, yəni insan tapa bilərsiniz burada. İndi sizə görünə göstərəcəm. Botanika bağları. Onun içərisinə gedəcəm, göstərməyə çalışacağım. Amma özüdür də. Super. Uşaqlar, zooparka giriş üçün bilet aldıq. Biraz bahadır, 27 avrodur. Amma yəni sırf ağayı, pingvinlər görmək üçün düşünürəm ki, dəyər. Ona görə səbirsizliklə içəri girməyə gözləyirəm. Zülü. Salam de. Salam de. Neyse sizi saymadan göster. Və həyatımda ilk dəfə fil görürəm. Afrika fili. Çox böyükdür. Deyirsən 3 dənədir. Biri arxa hissədədir orada gizlənib. Biri budur. Bir də bu. İndi isə gəldik qütb heyvanlarının, pingvinlərin olduğu yerə. Amma hamısı suyun içinə girir. Çalışacağım görə bilsən göstərim sizlərə çəkim. Burada morj da var imiş. Qaçdı getdi. Bayaqçı pingvinlərlə bunlar fərqli deyil. Bunlar kral pingvinlərdir. Çox fərqli görünürlər, o birisilə müqayisədə. Həm də daha böyüklər. Salam. Və zooparka əsas gəliş səbəblərindən biri ağayı. Biraz da fərqli açıdan çəkək. Selamun aleyküm. Bax belə ağıllı ol, bax videoya. Salam da görək izləyicilərə. Küsüb deyəsən bu. Ver bax görüm. Vay, hey.
Vay berbat demirəm sənə. Baxma. Bir də oradadır. Bunlar niyə oxşayır? Çarpı mən bilmirəm. Bura Şömbrün palasıdır. Prosta içəri giriş yoxdur, niyəsə bağlıdır. Zavit dedi, keçən il biz gələndə də bağlıymış. Bu hissə də tamamilə beləsinə parkdır. Çox super də bir sözlə. Bilməm, görünür tam olaraq ya yox, günəşə görə əmin deyiləm. Orada da gedəcəm. Görüm, şərik çəkdirmək lazımdır oradan. Bugün Viyanada Palace of Justice gəlmişik. Yeni gündə Ədalətin sarayında görək nə tapırıq. Ədalət gəl. Arkada gördüyünüz saray. Yəni klassik bütün hamısı ağ mərmərdir. İndi görək yol necə keçirik, göstərəcəm içərisini sizə. Bura gəlmədən öncə bir şey nəzərinizə çatdırmaq istəyirəm ki, 1 saat ərzində 25 nəfəri içəri girməyə icazə verirlər. Biz təxminən 40 dəqiqə gözlədik qapının önündə. Həddindən artıq da insan var, yəni sırada gözləyən. Ona görə bu məqamı nəzərinizdə saxlayın. Və sarayın içərisi də çox gözəl görünür. Buralar isə Milli Tarix Muzeyinin qabağıdır. Yenə hər yer yaşıllıq, tarixi binalar. Main entrance, girişi tapmağa çalışıram. Bilməm heç giriş fisi nə qədərdir. Münasib olsa girəcəm, göstərərəm sizə də. Bahaymış 14 avro. Amma Cavid deyir, içəridə maraqlı bir şeylər var. Ona görə İstədim alın bileti, sizə də göstərim. Burada belə maraqlı daşlar var. Hardan tapıldıqları da yazılıb yanında adları ilə birlikdə. Schimmer finde ich ganz witzig. Ja, manche sehen ganz cool aus. Burada da belə dinozavrlar. Bu da hamımızın yaxın gələcəkdəki sonu.
Bura isə dəniz canlılarının olduğu yerdir, görürsünüz. Böyük akula, köpək balığı. Bu nədir bilmirəm. Hamısının adları orada yazılır. Axır ki gəldik, çıxdıq əcdadlarımızın yerinə. Çox böyükdür. Və buna bax, ən çirkini budur. Yəni salam deyil. Bunlar da var. Buna bax, dünən zooparkda da buna oxşar bir şey var idi. Sonra... İşin imkan verirsə, normal çəkəcəm burası da. Belə görünür. Can bala, can. Kim xətir ödəyib səni? Təəssüf ki, burada kərk adamlar var. Zooparkda kərk adam yatırdı. Onu da cəməli göstərə bilmədim. Bu modellərdir. Bakınıza lodra. Demək olar ki, tarix muzeyini bitirdim. Təxminən 2 saata yaxın bir vaxt apardı. Və bu arxa hissəmdən uşaqlarda göstərmək istəmirəm. Çox xoşuma gəlir ki, bu muzeylərdə zoopark olsun. Belə yanlarında bir rəhbər şəxs var və məktəb uşaqları, bağça uşaqları onlara aparırlar. Belə muzeyləri, tarixi yerləri göstərirlər, ətraflı məlumat verirlər. Bizdə elə bir şey olduğunu xatırlamıram mən. Əl-qərəz. Başqa nə deyim? Tarix muzeyini çox bəyəndim, tövsiyə edirəm. Yəni məncə Viyanaya gəlmişsə, düzdür biraz bahadır girişi. Biz 14 avro verdik tələbə kimi. Amma mütləq gəlməz. Biz zoopark bir də bura. Yəni indi olduğum yerdəki şeylər, yəni maketlərin əksəriyyətini dünən görmüşdük. Yəni zooparkda. Digər hissələr o tarix kitablarında, coğrafiyada öyrəndiyimiz qədim daşlardır, paleolit dövrünə falan aid şeylər çox superdir, həqiqətən. Bura isə Lamy Rooftop bardır. Tövsiyə edirəm, sağ olsunlar. Yəni oturmasaq da şəhər çəkməyə icazə verirlər. Burada şəhərin mənzərəsi. Varlıların olduğu məkan. Uşaqlar, deməli Viyanada Kaiserwasser adlı bir yer var. Sunset view üçün çox gözəl bir yerdir. Aşağı yerləşdirəcəm daha düzgün adı formasını. Çox super görünür. Zavidlə gəlmişik Hong Kong restoranında çöplər tutmağa çalışırıq. Bir də adını bilmədiyimiz yeməklər. Brokoli istəyirdim çoxdandır. Axı ki, bu da qismət oldu. Burada bir mənzərə. Uşaqlar, by the way, deməli biz 2 dənə yemək sifariş elədik. Biri budur, P3. Adı Szechuan Chicken or Beef. Biz beef götürdük, 16.90'adır. Bir də biz bunu götürdük, haşişi.
Onun da adı Crispy Chicken. Chicken olan 14.90-dır. Yəni çox dadlıdır. Yemək istəsəz mütləq tövsiyə edirəm. Bugün Viyanada sonuncu günümüzdür və sona bir saray saxlamışdı. Adı Belvedere Palace-dır. Çox super görüntüsü var. Həqiqətən gəldiyim üçün çox xoşbəxt hiss edirəm özümü. Yəni, bu arxada belə göldür. Burada tulpanlardır və ayrıca bir gözəllik qatır da həqiqətən. Həqiqətən çox bəyəndik. Bu sarayı son günə saxlamışdıq. Gəldiyimiz üçün peşman deyilik, əksinə çox sevindik. Və gördüyünüz kimi bu ətrafdakı yaşıllıqlar tam bir sənət əsəridir. Ona görə heç nə. Bir sözlə əzəmətdir. Necə dedim ha, əzəmətdir. Nəysə, anladınız siz. Uşaqlıq xatirələrimizi canlandırmaq üçün Əyləncə parkına gəlmişik, Luna Park. Görək içəridə bizi nələr gözləyir. Orada yığılıblar velosipedçilər kaskalarla birlikdə. Burada bizim belə Skywheel'imiz var, şeytan saatı. Başdakı ama daha böyüdür bundan. Bura isə giriş pulsuzdur. Amma sadəcə yəni attractionlara girmək üçün, istifadə etmək üçün pul verirsiniz təbii ki. Və burada da yenə belə tour guide var. Prosta mənim bəxtim gətirmədi. Bir dənəsi qalmışdı. Onu Cavid götürdü, ingilis dilində olanı. Mənə İtalyan, İspan düşdü. Heç nə başa düşmürəm amma okey. Bala getmə ay bala. Qanlı bir şeydir bu. Nə qədər var görmək həqiqətən. Çox təmiz ya. Halal olsun. Uşaqlar, sizin üçün 80 metrdən dünya çıxacaq. Canlı imkanı göstər. Ölüm-dirim mübarizəsi. Allahu Ekber. Cəhənnəmə gedən uzun yolda şəxslər. Münasibət də yaradır. İlk dəfədir bu qədər yüksəyə çıxıram. Ürəyim bu dəqiqə Onyx döyünür. Tövsiyə edirəm, amma yüksəklik qorxunuz varsa çıxın. Yoldaşlar, bir də bir şeyi nəzərinizə çatdırım ki, Viyana aeroportundan şəhərin mərkəzinə 2 qatar keçir. Biri ÖBB-nindir, biri də City Airport Train, CAT adlandırılır. Deməli, CAT-in qiyməti 14.90 olmalıdır. Yəni bu sürət qatarıdır, non-stop gedir də birbaşa şəhər mərkəzindən aeroporta, aeroportdan şəhər mərkəzinə. Amma yəni bu təliyə düşməyin. Mən tövsiyə edirəm ki, hər birinizə yəni ÖBB-ni istifadə edəsiniz. Ortada düzü dayanır, bəzən təxmini 21 dəqiqəyə, 22 dəqiqəyə aeroportdan şəhərin mərkəzinə çatır və qiyməti də cəmi bir gediş üçün 4 avro 50 sentdir.
Yəni mən bunu istifadə edirəm. Gördüyünüz kimi indi qatarda ideal bir qatarda oturacaqlar falan. Yəni belə. Bu məlumatla sizinlə bölüşmək istədim. Uşaqlar, St. Stephens Katedralının içərisində belə bir şey var. Artıq Viyanadakı son saatlarımızdır. 3 gün yarımlıq macəranın sonuna çatdıq. Şəhəri ümumiyyətlə çox bəyəndim həqiqətən. Yəni getdiyim şəhərlərin arasında ən çox bəyəndiyim Viyana oldu deyə bilərəm. Hal-hazırda da arxamda gördüyünüz katedraldır. Katedral hələ də işləyir, saat 9-dur hal-hazırda. Yəni biz bir çox muzeyi gəzdik, zooparkdan tutmuş, yəni demək olar ki, şəhərin bir çox nöqtəsini, müasir yerini, tarixi yerlərini. Yəni məncə 3 gün kifayətdir. Yəni muzeyləri falan, tarix muzeyi olsun, zoopark olsun, həqiqətən yəni məncə düşünmədən seçin, gedin, gəzin. Ümid edirəm videonu bəyənmisiniz. Videonu bəyəndinizsə like qoymağı və rəy yazmağı unutmayın. Təşəkkür edirəm izlədiyiniz üçün. Sağ olun, salamat qalın.